Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya vel mursalin ala nebiyine Muhammed ve ala alihi ve sahbihi ecmain. Değerli kardeşlerim, ben düzü bu özünü alim sayan, kibir, tekebbür, səfi, vicdan anlayışı olmayan Rəşad Ünbətova cavab vermezdim. Çünkü insan elm əhlinə cavab verər, elmdən pay olana cavab verər. Belə səfihlər çoxdur. 3-4 tane kitap okuyublar, ortaya çıxırlar, çayxana söhbəti və özlərini elm əhli sayırlar. Söhbətlərində də 40 dəqiqə, 50 dəqiqə otururlar çayxanada, 2 dənə ayə oxuyurlar ayə və boş-boş söhbətlər, gedir evdə 2-3 dənə alimlərin sözünü əzbərləyib və özünü alim sayır. Deməli, bu səfihin səviyyəsinə düşməzdim, indiyə qədər də bu səfiyyə rəddiyə verməmişdim. Kimlərsə vermişdilər. Çünki bu axırda gördüm ki, bu səfih həddini aşır. Çünki hər yerdə bir şey danışır. Bu mənhəci bəlli olmayan səfihdir də. Bu insan gelib Dubayda demiş ki, mən dəvətdə bir nömrəyəm, number one-am. Nə bilim, tələbələrə fora verərəm. Ondan sonra nə bilim, sən ağırlıqda kitab oxumuşam. Dərsdə özünü tərifli ki, adam var ayda neçə dənə kitab oxuyur. Nə bilim, filan şeyxin bütün elmini hopdun, sonra məndən soruş. Səfihdir də, yəni bu insan səfih. Özünü tərifləyən insan ancaq səfih insan olar. Sadəcə bu səfiyə cavab verməzdim. Görürəm ki, bu bir neçə dərsi çıxır ortaya. İndi rəddiyə verir kiməsə. Kimdəsə rəddiyə onlar öz cavabını versinlər. Mənə maraqlandıran bir məsələdir. Nədir? Deməli, deyir ki, 8 ildir eyni şey eşidirik. Analar ağladı, analar ağladı. Yəni, özdə deyir, Əlxan Museyvə rəddiyyəni qəsd edir. Demək istəyirəm ki, ay vicdandan yoxsun, ay səfih, ay tərbiyəsiz. O nə sözdür ki, analar ağlayır, ana ağlayır. Sən o sözü yüngül söz sayırsan. Get bir dənə anan sağsa soruş ki, bir ana evladı öləndə ana nələr çəkir. Ay vicdansız. Hələ bu sənin ölkəndə, yəni yanında evlad dünyası. Hansı ki, bu Əlxan Museyevlə, bu təkfirçi, xavaric, Adi Rəjon fətvası ilə nə qədər insana gelib Suriyədə öldülər. 3000-ə yaxın insan ölüb Azərbaycana. Analar gözü yaşlı qalıb. Analar bak ürəyi partlayıb ölüb. Ay vicdansız. Durub anaların gözünü belə, anaların göz yaşını belə rişxəndlə danışırsan. Nə qədər deyirlər, analar gözü yaşlı qalıb. Yəni bu yüngül sözdür. Anan sağsa gəl soruşdu anandan bir evlad ölməyi anaya necə təsir edir? Sənin üçün yüngül gəlir bu və bu sözü deyirsən ki, nə qədər demək olar? Həmişə deməliyik. Çünki bu 200'lü Dəccal nə Əlxan Museyev tövbə eləyib Suriyə məsələsindən, nə də Adi Rəcəbov tövbə eləyib. Nə də mənhəclərindən, batil mənhəclərindən tövbə eləyiblər. Yəni sənin balan ölməyib Suriyədə. Ölsəydi bugün sən belə danışmazdın, anaların göz yaşı belə ələ salmazdın, vicdansız, tərbiyəsiz. Bir get anan sağsa soruş da bir evlad öləndə ana nələr çəkir. Sənin evladın gelib Suriyanın cəhənnəmdə işitdə ölsəydi, belə danışardın, sənin ailən nələr çəkərdi? Durmuşsan anaların göz yaşı, anaların göz yaşı. Yəni bu qədər sən, çünki vicdan anlayışın yoxdur sən. Sən vicdanı olsaydı bu söz deməzdin. Qardaşlar, belə tərbiyəsizlərdən elm əhli kimi ortaya çıxıblar, çayxana söhbət aparırlar. Uzaq durun, bu elm öyrətmir. İnsanlara ancaq təkəbbür, kibir, onu ələ salmaq, onu aşağı baxmaq. Otururlar çayxanalarda, ətrafında da yığıb 7-8 dənə özü kimi səfihi, əllərində mikrofon. O çayxanada otururlar, çayxana söhbəti. Söhbətlərine baxın, 2-3 dənə ayə, bir dənə alimin sözü, boş-boş söhbət vaxtlarını öldürürlər. Və elm də vermir insanlara. Verdiyi ancaq nədir? Təkəbbür, kibir, özünü yuxarıdan aparma, özünü alim sayır. Yuxarıdan baxır cəmaata. Düşünün, belə insan elm verir. Belə insanlar özünü ki tərifləyir. Mən belə, elm əhli sayır, alim sayır. Başqalarına təhqir edib. Hələ dindən çıxmırlarsa Allah'a şükür etsinlər. Alim olub ki, Abdullah Əl-Qasimi o boyda kitab yazmışdı. İslamın bütpərəstlə mübarizəsi deyə. Dedilər ki, bu kitab cənnətə mehirdir. Nə zaman ki özünü təriflədi, ateist öldü. Belələri hələ dində qalıblarsa bu Allahın rəhmətidir. Bunun ətrafındakılar hələ dində qalıblarsa Allahın rəhmətidir bu. Bu ancaq təkəbbür, kibir, yuxarıdan aşağı baxmaq, sən ağıda kitab oxumuşam, number one-am, nə bilim, filan kəslərə fora verərəm, filan kəs cahildir, elm bilmir. Çünki bu insan alim görməyib, alimin dizinin dibini görməyib, alim tərbiyəsi görməyib. Həmişə deyərdilər ki, birinci alimdən, elmindən əvvəl onun tərbiyəsini öyrən, ondan ədəb öyrən. Biz belə görmüşük, alimlərin birinci o ədəbini öyrənirsən, sonra elmini öyrənirsən. Bundan nə ədəb öyrənəcəklər? Tikbaş, onu bunu ələ salan, onu bunu təhqir eləyən, özünü tərifləyən. Adam var, ayda 2 dənə kitab oxuyub, özünü qəsd eləyən, nə bilim, filan şeyxin bütün elmini hopdun, indi məndən soruş, səfih-səfih özünü tərifləyən. Hələ bunun ətrafındakılar bu dində qalıblarsa Allah şükür etsinlər. Bu elm deyil, bu ancaq kibir, təkəbbür öyrədir. İnsanda bir dənə sifət olar. Gah ora yıxılır, gah bura yıxılır. Əlxana rəddiyə veriyində Əlxan haqqında Əlxanı müdafiə eləyir. Adil haqqında araları pozulmuşdu. Kəbədə buna demişdilər ki, şeyxin dərsidir, gəl, o demişdi, mən niyə onun yanına getməliyəm, təkəbbürlüyündən. Yəni adil də bir şey olmasa da yenə də bundan böyüdü də. Bunun pulunu kəsdilər. Orada bu deyir ki, mənim pulumu kəsdilər. İndi yəqin pulun ağzını açıblar, indi düşmüsən adili müdafiə eləməyə.
Sən ki mənhəcin bəlli deyil. Ay vicdansız. Hər dəfə bir yerə yıxılsan. Bu elm öyrətmir cəmaat. Qardaşlar bundan uzaq durun. Bu insan alim tərbiyəsi görməyib, elm tərbiyəsi görməyib. 2019-cu ildə həcdəyəm. Abu Dhabi'dən şeyxəni istəyən bir nəfər həcdə təsadüfən görüşdür. Mənə deyir ki, filan kəs tanıyırsan, deyirəm tanıyıram. Sən hardan tanıyırsan? Deyir bizim yanımıza gəlmişdi Dobraya. Yəni elmi toplantıya gəlmişdi. Bu Rəşad Ümbətov. Mən də işlə demədim. Dedim, necə sizi tapdı? Yəni bunun təzkiyəsi nə idi? Dedi ki, keçmiş Abbaqi Məscidinin imamının tələbəsiyəm. Güldüm. Niyə güldüm? Çünki ərəblərin yanına gedəndə, bəzi şeyxlərin yanına gedəndə deyir ki, özün təzkiyə filan Abbaqi Məscidinin, keçmiş Abbaqi Məscidinin imamının tələbəsiyəm. Azərbaycanda siz deyir ki, o zır cahildir. Baxın, bunlar belə vicdansızdır. Yəni bunlarda mənni yoxdur yəni. Burada deyir zır cahildir. Orada şeyxlərin yanına gedəndə özünü tanımaq üçün deyir ki, filan kəsin tələbəsiyəm. Bax, bunlar budur. Sonra şeyxənislə problem olur. Çünki tərbiyə görür, bax, bunu Elşən müəllimdən soruşun. Elşən müəllim daha yaxşı bilir. Elşən Şəkərov. Gedir harada tanınmayan, əməl olunmayan rəylər var, kitablardan tapır. Yayır ki, tanınsın ki, bu filan alimin sözünü gətirdi. Şeyxənisə deyib ki, filan alimin sözü. Şeyxənis deyib ki, o sözü bilirəm, Rəşad, o söz əməl olunmur. Deyir, yox, filan alim deyib. Deyir, o söz əməl olunmur. Bilirik, filan kitabda var, amma əməl olunmur. Axırda görüb ki, şeyx tərbiyəsiz də deyib ki, görürəm səndə deyəsən murciəlik var, irca var. Yəni, eyni şeyi təkrar etsən, sözü subut eləməyə çalışsan, aslında o əməl olunmayan sözdür. Bunu deyəndən sonra şeyxin dərsindən durub, cəmaatı tələbələrin içərisində çıxıb gelib. Çünki bu şeyx, alim, tərbiyəsi görməyib baxır. Yəni, bu belə bu təkəbbür, kibir. Bunun ətrafında olanlar, bunun oturanlar, bu sizə elm öyrətmir, ancaq təkəbbür, kibir öyrədir. Bir dənə bu dərslərine baxın, ancaq təkəbbür, kibir, özünü tərifləmək. Hələ dində qalmışsınızsa, bu kibir, təkəbbür, özünü bəyənmə xəstəliyi. Bu insan özünü elə bəyənir ki, məsciddə adam yanından keçən toxunub üstünə qışqırır ki, mənə niyə toxunursan? Məsciddə gedən insan da sənə toxunub da. Bu o qədər kibir, özünü allama görür. Danışmazmı belə bu səfehin səviyyəsinə düşüm? Sadəcə bu artıq, yəni, gör nə günə düşüb. Gah onu təhqir edir, gah onu tərifləyir, gah bunu müdafiə edir. Və deyirlər ki, 8 anaların ağlar qalıb. 8-i yox, 18, 28 də deyəcək, nə qədər ki o vicdansızlar tövbə eləməyibsə. Sənə nə? Sənə niyə için yanır? Anaların göz yaşını bilmirsən də sən. Çünki vicdan anlayışı yoxdur. Vicdansızsınız. Hələ tək analar deyil, uşaqlar qalıb düşərgələrdə, xollarda, xol şəhərində. Qadınlar öldülər. Qadınlar qalıb küçələrdə, düşərgələrdə, ac yalavac. Bu təkfirçilərin fətvasına görə getdilər güya Suriyə cihad, İslam dövləti qurub qoşuldular işidə və ölən öldü, qalan qaldı. Ailələr olub, başına bomba düşüb, ailə hamısı məhv olub. Fosforda yanıb. Əlxan Müslüman fətvasından gedənlər. İndi durub deyirsən ki, eyni şeyi deyirsiniz, vicdansız. Heç olmasa əlini vicdanına qoy. Sənin balan ölməyib orada. Ona görə belə rahat danışırsan, vicdansız. Allah sənin kimi belə vicdanı olmayan dəvətçi kimi ortaya çıxan səfehlərdən qorusun xalqımızı. Uzaq durun belə səfehlərdən. Bu elm öyrətmir. Ancaq belə təkəbbür, kibir. Baxın bir dənə dərslərinə. Ancaq təkəbbür, kibir, özünü bəyənmək. Bu elm öyrətmir sizə. Bu sizi əksinə Allahdan, dindən uzaqlaşdırır. Belələrin yoluna gedənlərin axırı elə dində qalıblarsa Allah həmd etsin, Allah şükr etsinlər. Bu təkəbbürlüklə, kibirlə, özünü bəyənməyin hələ dindən çıxmayıblarsa. Allah bunun şərindən qorusun. Utanmaz. Gör, dediyi sözə bax. Hələ xəbis özüdür ki, xəbis adlandırır Əlxana rəddiyə verənlər. Gör, nə qədər azmısan. O bir söz var, insanın içi qurtlu olanda. Qurtludur içi, xəbisdir. Sənin için qurtludur ki, pulumu kəsmişdi Adilgil. Bir dənə deyəndə ki, Adilin dərsinə gedək demişsən ki, mən niyə onun yanına getməliyəm? Pulumu kəsmişlər, orada-burada danışırdın. Sənin için qurtludur. İndi durmusan bu məsələlərə görə onları müdafiə etsən, vicdansız. Emil yadıma sal. O dərsdə dedim ki, qardaş 8 ildir qardaş, nə qədər çıxıb deyərləri, analar ağlar qoymusan, analar ağlar qoymusan, analar ağlar qoymusan. Səni niyə narahat edir o söz? Bəli, analar ağlar qoyublar. Sənin vicdanın sızlamır, səndə vicdan yoxdursa, vicdanın ölübsə, səndə vicdan yoxdursa, sənə rahat gəlir. Amma o analara rahat gəlmir. Analar var, ürəyi partlayıb ölüb, vicdansız. Allah sən şərindən qorusun xalqımızı, dindarlarımızı. Allah belalarını nəyə layiqsə elə belalarını versin. Gör nə deyir? Anaların göz yaşı, anaların qəlbinin sızmasını bunlara yüngül gəlir. Vicdan anlayışı olmayan, canavar qəlbli dəvətçilər, hansı ki, çıxacaqlar. Qəlblərində rəhmət olmayacaq insanlara qarşı. Allah sizin şərinizdən qorusun. Amin.